Futbolçular qarşılaşmadan əvvəl isinmə hərəkətlər edirlər. Kimi sürətli zərbələr üzərində işləyir, kimi də qapısını toxunulmaz saxlamaq üçün çalışır. Hər iki komanda hakimlərin müşayiəti ilə meydançaya daxil olur. Daha sonra referi oyunun başladığını göstərən fiti verir. Hər iki tərəf meydançada qələbə əzmi ilə mübarizəyə başlayır. Futbolçuların əksəriyyəti torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edənlərdir. Qazi olduqdan sonra fikirləşirdik ki, ayağımız yoxdur, bizə necə reaksiya verəcəklər insanlar. Bu bizim üçün həqiqətən də bura gəldikdən sonra, özümüz üçün belə qaziləri gördükdən sonra bizim üçün daha da yaxşı oldu, daha da gözəl oldu ki, bizim də belə bir şansımız əldə etdik. Bu bizim bir belə deyim, bir döyüşçü kimi bir missiyamızdır ki, biz özümüzü sübut eləməliyik ki, biz həqiqətən sona qədər mübarizə aparırıq. Düzdür, bu idman növü elə bir şeydir ki, bəzən bəxtsizlik, talih üzümüzə gülməzsə, onda uduzmaq da var bu işdə. Ancaq əsas məsələ sona qədər mübarizə aparmaqdır. Onlar amputant futbolu özləri üçün ikinci şans hesab edirlər. Gündəlik məşqlər, keçirilən qarşılaşmalar onları daha da ruhlandırır. Burada olmağın səbəbi futbol olan sevgimdir. İkinci səbəbi də Azərbaycanın adını yüksəltmək, bayrağını yüksəltmək, xarici çempionatlarda, daxili çempionatlarda da olsun. İdman həqiqətən də heç bir əngəl tanımır. Gördüyünüz kimi biz hamımızda əli şəxslərik burada. İdmana başlaması heç vaxt gec deyil. Onlar bu şüarla çıxdıqları hər maçda qələbəyə köklənirlər. Ölkəmizdə amputant futbol yeni yaransa da beynəlxalq arenada qazandığı uğurlarla adından söz etdirir. Oyunu izləyənlər arasında Anama və AFFA rəsmiləri də var idi. Mina qurbanlarının sosial reabilitasiyası məqsədi ilə biz bu amputant futbol komandalarına dəstək veririk. Bir neçə komanda mövcuddur və mütəmadi olaraq onlar məşq etdilər, onlar keçirdilər və bu ilin oktyabr ayında bizim ölkəmizdə Millətlər Liqasının seçmə oyunları onları keçiriləcəkdir. Qrup mərhələlərindən biri Azərbaycanda, Bakıda olacaqdır və bizim komandada həmin o qrup mərhələsində iştirak edir. Qeyd edək ki, Azərbaycanın milli amputant futbol komandası 2023-cü ildə Şotlandiyada keçirilən Millətlər Liqasının D liqasında, 2024-cü ildə isə Fransada keçirilən Avropa çempionatının final mərhələsində iştirak edib. Uğurlu nəticələr sayəsində Millətlər Liqası C liqasına yüksələn komandamız İsrail, Ukrayna, Niderland və Belçika milliləri ilə qarşılaşacaq. Qasım Xuluflu, Sərxan Daşdəmirov, İTV Xəbər.